Sosial şəbəkələrdə fake, yəni saxta profil açıb dələduzluq edənlərin sayı artmaqdadır. Saxta profillərlə təkcə dələduzluq edilmir, həm də müəyyən şəxslərin ünvanına böhtan, təhqir, alçaldıcı ifadələr işlədilir. Hüquqşünas Ramil Süleymanov deyir ki, saxta hesabların məhdudlaşdırılması hüquqi baxımından əsaslı olsa da, tam qadağa ifadə azadlığı və icra çətinlikləri səbəbindən mübahisəlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində qeyd olunur ki, şəxsin kütləvi informasiya vasitələrindən istifadə olunmaqla onun şəxsiyyətini, ləyaqətini alçaldan hərəkətlərin olunması, ona qarşı kütləvi informasiya vasitələrində təhqiramiz sözlərin işlədilməsi əvvəllər məsuliyyətə səbəb olurdu. Lakin bir müddətdən sonra artıq elm və texnologiyanın inkişafı, o cümlədən internetdə saxta profillərin peyda olması onu əsaslandırmağa gətirdi ki, artıq şəxslər saxta profillər vasitəsilə müxtəlif şəxslərin ünvanına söyüşlər, təhqiramiz ifadələr yazması qanunvericiliyə bununla bağlı əlavə düzəlişlərin olunmasını şərtləndirdi və qanunvericiliyin 148-1 maddəsi əlavə olundu və həmin maddəyə əsasən də şəxsin bu əməli cinayət məsuliyyəti hesab olunurdu və bununla bağlı bir ilə qədər müddətdə azadlıqdan məhrum etmə, o cümlədən cərimə cəzası nəzərdə tutulmuşdu. Hüquqşünas deyir ki, son dövrlər şəxsin görüntülərindən istifadə etməklə saxta məlumatların süni intellektlə hazırlanmış foto və video materialların yayılması halları müşahidə olunduğu üçün qanunvericiliyə 148-2 maddəsi də əlavə olundu. Həmin maddənin sanksiyasına görə şəxsin görüntüsündən istifadə etməklə foto və video materialların süni intellekt vasitəsilə istifadə olunması, yayılması və onun ünvanına müxtəlif səpkili, təhqiramiz ifadələrin yayılması bu təhqir hesab olunur və buna görə də 3000 manatdan 7000 manata qədər cərimə nəzərdə tutulmaqla bunu törədən şəxsi 3 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hüquqşünas bildirir ki, internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 2000 manata dək miqdarda cərimə, yaxud 360 saatdan 480 saata dək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə işləri ilə cəzalandırılır. Şəbnəm Qurbansoy, Nizami Rəsulov, Xəzər xəbər.